Mən istəyirəm əvvəlcə ev sahibəsi kimi hörmətli Aktotu xanım təzirə toplaşanları salamlasın, öz sözlərini desin. Sonra isə icazənizlə mən kitab haqqında danışacağım. Buyurun Aktotu xanım. Hər birinizi Türk Mədəniyyəti və İrsi Fondunda salamlayıram. İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızistan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Fond Türk dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığının təbliğinə xüsusi diqqət yetirir. Bu çərçivədə biz Türk dünyasının görkəmli şəxsiyyətləri, Türk ədəbiyyatının inciləri, Türk dünyasının elmi inciləri adlı kitab seriyaları tərtib etdik. Bu seriyalar çərçivəsində 30-dan çox kitab nəşr etmişik. Bu istiqamətdə Fərid Hüseynin əməyi də mühüm rol oynar. O, fondun bir çox layihələrində iştirak edib, Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Polşa və digər ölkələrdə keçirilən tədbirlərdə fondu uğurla təmsil edib. Onun redaktorluğu ilə hazırlanan fondun nəşrləri beynəlxalq kitab sərgilərində təqdim olunur. Fərid Nizami Gəncəvi, Məhəmməd Füzuli, Baxtiyar Vahabzadə, Abay Qunanbayev, Mağjan Cumabayev, Alıqul Osmanov və digər klassiklərinin kitablarının redaktorudur. O, Çolon Mamudov və Əhməd Qabaqlı medallarına layiq görülür. Onun kitabları Amerika, Serbiya, Türkiyə, Moldova, Özbekistan, Şimali Makedoniya və digər ölkələrdə nəşr olunur. Şeirləri isə 30-dan artıq dilə tərcümə edilir. Şeirlə yanaşı Fərid elmi fəaliyyətlə də məşğuldür. Onun Məhəmməd Füzuli, Min bir keçən nahilləri və dünya ədəbiyyatının bir çox dəyərli əsərləri haqqında araşdırılmaları var. Onun Əqibətnamə əsəri dahi şair Nizami Gəncəvi yaradıcılığına həsr olunub. Qeyd edim ki, fond indiyə qədər Nizami Gəncəvi ilə bağlı 3 kitab çap edib. Mən Fərid Hüseyn həm elmi, həm də bədii yaradıcılığını yüksək qiymətləndirir və ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıram. Bir faktı deyim, Nizami ili çərçivəsində iş elə gətirdi ki, mən Ədəbiyyat qəzeti üçün Nizaminin müasirləri olan, indi 10-15 il bu yana yaşamış qərbli şairlərin şeirlərini çevirdim. Üst-üstə 7-8 o dövrün məşhur fransız, alman, skandinav şairlərin şeirlərini çevirirdim. Orada Konstantin Manassi, Dietmar von Eist, Azalais və başqa şairlər vardı. Mən onları diqqətlə mütaliə edəndə Nizaminin böyüklüyü bir daha mənim üçün yəqin hasil elədi. Çünki bilirsiniz, təsadüfi deyildi ki, Nizami belə deyək, İslam intibahının, müsəlman Türk intibahının əvvəlinə gəldi. Hərçənd ki, Nizamini bizim bədxahlarımız bəzən bizim ədəbiyyata aidliyini istisna eləmək istəyirlər. Amma heç şübhəsiz ki, Nizami Gəncəvi həm Azərbaycan ədəbiyyatının, eyni zamanda fars dilli ədəbiyyatın böyük ustadlarından, klassiklərdəndir. Klassika və klassika haqqında çoxlu deyimlər var. İndi ağlıma biri gəldi. Klassiklər deyirlər ki, əbədi müasirlərdir. Bu ifadəyə balaca əlavə də eləmək olar. Klassiklər əbədi və ən ləyaqətli müasirlərimiz olan insanlar və həqiqi dahilərdir. Və biz onları oxumaqla, yeri gəlmişəm diqqətlə və düzgün oxumaqla, bütün dövrlərin dediyim kimi ən ləyaqətli insanları həqiqi dahilərlə ünsiyyət imkanı qazanmış oluruq. Onlarla həmsöhbətə çeviririk və onlardan öyrənirik. Bir ifadə var, deyirlər ki, insan bildiyinin cahili, yaşadığının alimidir. Nizaminin həyatı barədə əlimizə gəlib çatan məlumatlar az çox bilirik ki, Nizami yaşadığı kimi yazan, yazdığı kimi yaşayan,
barmaq sayı ləyaqətli və imanlı şairlərdən biri olub. Əks təqdirdə əsrlər sonra Nizami haqqında Höte ey mübarək, ey seçkin ifadəsi ilə xitab eləməz və xitabının sonunda deməzdi ki, sən doğru yolu tapdın. Bilirsiniz ki, Höte Qərb-Şərq divanını məhz bir neçə şairin təsiri altında orada deməli Rudaki də var, Firdovsi də var, Ənvəri də var, Əlişir Nəvai də var. Orada Nizami Gəncəvi də var ki, onların belə deyək, onlardan ilhamlanaraq yazıb. Yeri gəlmişəm, bir deməli Fərid Hüseynin aqibətnaməsinin xüsusiyyətləri nədən ibarətdir? Mənə görə Fərid o nəsildaşlardandır ki, öz nəsildaşları arasında o adamlardandır ki, bir çoxuna anlasalar da, anlamasalar da böyük bir örnək göstərib. Yəni deyib ki, klassikləri, özdə Nizami kimi klassikləri diqqətlə oxuyun. Bilirsiniz, klassiklər iki cür olur. Məsələn, Mirzə Ələkbər Sabir də klassikdir. Nizami Gəncəvidir. Amma Mirzə Ələkbər Sabir janrın klassikidir. Nizami Gəncəvi isə universaldır, ensiklopedist. Ona görə Nizami Gəncəvi kimi klassikləri diqqətlə oxumaq lazımdır. Rus dilində belə bir ifadə var, Napolyak çteniya ili zametki Napolyak knigi. Mənə oxu boyu belə təəssürat yarandı ki, Fərid Hüseyin Nizaminin xəmsəsini müxtəlif vaxtlarda oxuya-oxuya çox ciddi qeydlər aparıb və sistemləşdirmələr eləyib. Əslində bu kitab Nizami Gəncəvinin xəmsəsindən tematik ümumiləşmə və sistemləşmədir. Sistem demişkən, Fərid Hüseynin yaradıcılığının bir özəl nümunəsi var. Bu təəssüf ki, kütləvi deyil və görünür yaxşı şeylər heç vaxt kütləvi olmur. Fərid Hüseyin ümumiyyətlə yaradıcılığa və mütaliə sistemli yanaşan adamdır. Məsələn, mən xatırlayıram Səmərqənd divanını, mən xatırlayıram onun Bitməz gün şeirini və digər şeirlərin də adını çəkmək olar. Bu şeirlərin hamısı Fəridin həyata, dünya baxışındakı sistemi ifadə edən ciddi və böyük əsərlərdir. Və çox yaxşı ki, o xəmsəyə də, xəmsənin mütaliəsini və qeydlərinə də bir paradigma daxilindən, insanların aqibəti məsələsi daxilindən yanaşa bilir. İş elə gətirib ki, indi bilənlər bilir, bilməyənlər üçün deyirəm. Biz Fərid Hüseyndən aşağı-yuxarı 20 ilə yaxındır ki, dostluq edirik. Və mən Fərid Hüseyni, belə demək olar da, yeniyetməliyinin ilk illərindən, daha doğrusu yeniyetməliyinin son dövründən etibarən tanıyıram. Və bunu böyük qürur və fəxr hissi ilə deyirəm ki, Fərid Hüseyin bu illər ərzində gənc şairdən həqiqi və böyük ədəbə qədər böyüyür. Mən onu bu münasibətdən təbrik edirəm. Yer gəlmişkən onun ədəbiyyatşünaslığı baxımından digər qiymətli əsərləri də var. Onlardan biri də Anna Karenina haqqında yazdığı araşdırmadır. Və onu da deyim, biraz da qürurlanım. Fəridin ilk kitabı Əlifba sırası kitabına mən ön söz yazmaq şərəfi mənə nəsib olmuşdu və bunu da mən öz bioqrafiyamın belə deyək də isti bir cizgisi kimi xatırlayıram. Fərid Hüseyin neynir? Məşhur bir ifadə var. Deyir ki, istənilən həqiqi, yaxşı, xas romanın, hekayənin, poemanın birinci cümləsində həmin əsər kodlaşır. Yəni, deyək ki, biz Albert Camus'un yad əsərini oxuyuruq. Atam öldü, bilmirəm, dünən, daha doğrusu anam öldü, bilmirəm, dünən və yaxud nə vaxtsa. Və bu cümlə yad əsəri boyunca təfsir olunur müəllif. Əslində əsərin bütün kodu anam öldü, bilmirəm nə vaxt. Yəni, o bilmirəm sözünün müthişliyi, soyuqluğu bütün əsər boyu izah olunur. Yaxud Kartasarın İqraf klassiki, mən Rusça oxumuşam, onun əsərində əsər anlaşılmazlıqla başlayır və bütün əsər də həmin anlaşılmazlığın gəmidə baş verən hadisələrin izahından ibarət. Eyni zamanda buna bənzəyən başqa bir ifadə də var. Deyirlər ki, yazıçıların əslində bir əsəri olur. Sonraki əsərlər həmin əsərlərdən törəyən
və bir qədər də həmin əsərlərin uzantısına çevrilir. Ona görə Fərid Hüseyn Aqibətnamənin girişində Nizami Gəncəvinin Sirlər xəzinəsində sonra yazacağı bütün 4 böyük əsərin kodlarının gizləndiyi, xüsusən də Fəridin baxdığı paradigmadan, onların ölümə doğru gedən həyatlarının səhvləri, səciyyəsi, xarakteri barədə yazır və haqlı olaraq deməli 1-ci, 10-cu, 11-ci, 12-ci, 14-cü və 19-cu məqalələri, Sirlər xəzinəsində olan məqalələri xatırladır və orada təsnifləşdirmə aparır. Deyir ki, tutalım məsələn 10-cu məqalədə Leyli Məcnunda olan ad, ölümlər, tutalım 14-cü məqalədə Xosrov və Şirində olan ölümlər və digər ölümləri təsnifləşdirir. Məhz bundan sonra o keçir konkret əsərlərə və çox yaxşı ki, o əsərlərin yazıldığı, belə deyək, xronologiya ilə yanaşır və başlayır, belə deyək, həmin əsərlərdəki ölüm tarixçələrini Nizaminin bizə, belə deyək, övdləri, nəsihətləri, ölümə gedən yolda insanların çıxartmalı olduğu nəticələri danışır. Əsər Aqibətnamədə Fərid Nizaminin xəmsəsindəki 25 ölüm hadisəsindən. Yeri gəlmişəm, bir eyniyyəti də deyil, bu mənə herhalde maraqlı gəldi. Aqibətnamədə müqəddiməni çıxsaq 30 fəsil var. Sirlər xəzinəsində də müqəddiməni çıxsaq 60 fəsil var. Və bu 60 ilə 30-un simmetrikliyi məndə, belə deyək, təbii göründü və görünür, bizim digər həmkarımızın bir sözü vardı, deyirdi, qalın kitabları açsaq, onlar təm ortasından açılacaq, onların həqiqi müdrikliyi beləcə faş olacaq. Görünür, yaxşı əsərlər hardasa, nədəsə, necəsə özünü büruzə verir. Aqibətnamə Sirlər xəzinəsində təsnifləşdirilən 4 poemada yer alan 25 ölümdən bəhs edir. Xosrov və Şirində Məhəmbanu, Məryəm, Bəhram Çubin, Fərhad, Xosrov və Şirinin ölümündən bəhs edir. Leyli Məcnunda Məcnunun ata və anasının, İbn Səlamın, Leyli və Məcnunun, 7 gözəldə Yəzdigirin, Rastrofşənin, Bəhramgürün, İskəndərnamədə isə Daranın, 70 Cahilin, İskəndərin, filosofların, Erastunun, Hörmüzün, Əflatunun, Valesin, Bolinasın, Porfiriusun, Sokratın və nəhayət Nizami Gəncəvinin ölümündən danışır. Sual oluna bilər, niyə ölüm? Yenə də Albert Camus'a qayıdacağım. Bəlkə ona görə ki, Orxan Pamuk haqlıydı. Albert Camus o yazıçılardandır ki, onu oxuyandan sonra yazmaq istəyirsən. Albert Camus yazırdı və ondan əvvəl də təbii ki, bu haqda yazanlar çox olub. Yazırdı ki, ölüm yeganə mövzudur ki, onu hər kəs yalnız öz taleyində yaşaya bilər və bu təcrübəni heç kimdən bölüşə bilməz. Əslində, Aqibətnaməyə bir başqa cürdə yanaşmaq olar. Fərid Hüseyn ölümdən danışmır. Necə ki, Nizami danışmır. Fərid Hüseyn ölümə qədər gedən həyatdan danışır. Və bu mənada, yenə deyirəm, çünki ölümdən danışmaq qol saatında zamanı tapmaq kimi bir şeydir, bu isə gülünc bir şeydir. Bilirsiniz ki, biz heç vaxt qolumuzdakı saatlarda zamanı tapmayacağıq və onun nə demək olduğunu bilməyəcəyik. Mənim üçün xüsusən diqqət çəkən və təqdir elədiyim bir məqamda qeyd eləmək istəyirəm. Bu da Fərid Hüseynin istinad elədiyi mənbənin poetik tərcümələr yox, məhz sətri tərcümələr olmasındadır. Bu da çox vacibdir. Şəksiz ki, böyük Nizamini bizim 20-ci əsrin böyük şairləri, orada Səmədrun da var, Rəsulza da var, digər şairlərimiz də var, çox yaxşı tərcümə edirlər. Amma tərcümə ilə az-çox məşğul olan bir adam kimi və siz də hamınız görkəmli, tanınmış ədəbiyyatçılarsınız. Bilirsiniz ki, tərcümədə həmişə mətn itir. Və məşhur bir kateqoriya var, deyir, iskustvo neperevadimo, sənə tərcümə olunmur. Ona görə hər nə qədər usta tərcümələr olsa belə, bir əsərin mahiyyət dərinliyini anlamaq üçün hökmən onun ya orijinal dili bilməlisən və yaxud onun sətri tərcüməsini oxumalısan. Və yeri gəlmişkən, Nizami kimi böyük şairləri də hökmən sətri tərcümədən əlavə olaraq oxumaq lazımdır. Mən adi bir-iki məqam deyim sizə. Bilirsiniz ki, oğluma nəsiyyətində bu poetik belə tərcümə olunub da, şeirlə ucalı olma dünyadan, çünki
Nizami ilə qutardı o da. Təxminən bu cür tərcümə olunub. Halbuki sətir tərcüməni diqqətlə oxuyanda görürsən ki, vəziyyət başqa cür. Nizami Gəncəvi deyir ki, oğlum Məhəmməd, ey oğul, şeirlərin ən yaxşısı, onların ən yalancısıdır. Yalanı doğrudan ayırt eləmək üçün sən ömür xərcləməlisən. Bunu isə artıq atan edib. Yəni, sən atandan artığını etməyəcəksən. Görürsünüz nə qədər mahiyyət fərqi oldu. Və yaxud bizim hamımızın, Allah Üzeyir bəyə də rəhmət eləsin, çox böyük bir musiqi yazıb Nizami Gəncəvinin 2 romansına Sənsiz və Sevgili Canan çox populyardır. Məsələn, Sənsiz romanını götürün. Bizdə elə duyğu yaranır, mən kütləni nəzərdə tuturam, çoxluğu nəzərdə tuturam, burada oturan hörmətli ədəbiyyatçıları nəzərdə tuturam. Bu bir xanıma yazılır. Amma əslində belə deyil. Sənsiz romansı Allaha yazılır. Nizami, bilirsiniz ki, şeyxidir, daimi zikirdə olan müsəlman idi və o şeirdə qadına deyil, Allaha yazılır. Bir anlıq təsəvvür edin, hansı kişi öz qadına deyər ki, sən Nizamidən əgər arxayın olsan da gülüm, gecə-gündüz arayıb olmadı rahət sənsiz. Yəni, qadına deyir ki, sən Nizamidən arxayınsan, amma mən səni axtarıram. Sual oluna bilər, qadın hardadır? Və hansı qadın ərindən axıra qədər arxayın olur? Gəlin, biraz da belə deyib, bugünün tələblərindən yanaşaq. O, Allaha deyirdi ki, sən məndən arxayınsan, çünki mənim aqibətimi, taleyimi sən yazmısan. Mən isə səni axtarmaq yolundayam və rahat ola bilmirəm. Yaxud həmin romansın əvvəlində başqa bir yer var. Deyir, hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz. Hər nəfəs çəkdim, hədər getdi o saat sənsiz. Bunu qadına demək olar mı? Yox. Bunu Allaha demək olar. Deyir ki, yəni mən daimi zikirdəyəm. Zikirdə bilirsiniz də, nəfəs alıb verməklə, ürək döyüntüsü ilə tənzimlənir. Deyir ki, mən hər nəfəs alıb verdikcə sənin adını zikr elədim. Və o nəfəs alıb verəndə ki, sənin adını tutmadım, o nəfəs fanidir, boşdur, heçdir. Mən kitab haqqında bundan artıq danışmaq istəmirəm. Əziz dostum, dəyərli ədibimiz Fərid Hüseyni səmimiyyətlə ürəkdən salamlayıram, təbrik edirəm. Ona müvəffəqiyyətlər arzulayıram. Mən hesab edirəm ki, Fərid Hüseynin bu əsəri ola bilsin ki, müntəxabat şəklində, amma universitetlərdə və orta məktəbin yuxarı siniflərində təbliğ olunmalıdır. İlk musiqi nömrəmizə keçək, sonra çıxışları davam edəcəyik.
Yaşar ayrılan, ölüm ayrılan. Kimse bir kimseye kavuşabilmir. Hiç kere sevdiğine çatmır dünyada. Hiç kes özler dinleyen baş açabilmir. Hele hey yürü sevgiye sarıl. İnsan anlattıkça göğe ucalır. İnsan anlattıkça göğe ucalır. Kalkıyor semalara eşkin hasarı. Hiç kez sevdiğine çatmır dünyada. Analarım bacım. Bahçalarda gül gelen, bahçalarda gül gelen, kokuyan gül gelen, kokuyan sevgiyle dost olamam, sevgiyle dost olamam. Yüreğden der, gül gelen, yüreğden der, güler yüzüne, eşine güle sözüne, seveceğim bana gözüne, bana gözüne. Güler yüzüne, eşine güle sözüne, seveceğim bana gözüne, bana gözüne. Gayret intellekti oğlandı. İndi Səlim tez-tez axtardı sənin dövrünü və zamanını müəyyənləşdirməyə, gah gənc dedi, gah yeri dedi. Amma sən ən yeni ədəbiyyatın adamısan da. Yeni biraz tezdən başlayır. Vaqifdən filan belə. İndi doğrudan maraqlı gəlir ki, məsələn, ən yeni dövrün şairi indi Nizami Gəncəvidən özü də belə monoqrafik bir əsər yazmaq fikrinə düşər. Və məsələnin də maraqlı tərəfi budur ki, yaxşı yazar. Yəni, baxırsan ki, belə peşəkar, yəni ədəbiyyatçılar. Bundan qabaq da müəyyən fikirləri filan bilirdim, Fəridin o qabiliyyətinə və. Amma hər halda Səlimin dediyi kimi, bu Nizami haqqında elə hasant məsələ deyil. Nizaminin biz neçə illərdir Azərbaycanca bir beytini axtarırıq, türkçə. Yəni ki, görək ki, türkçə bu kişi bir beyt yazıb. İndi divanlar da tapmışıq, amma hələ də inanmırıq. Çünki ümumiyyətlə mənə də gəlir ki, Nizami Gəncəvinin türkçə yazmağı belə çox absurd bir şey. Çünki Nizami Gəncəvinin yazdığı bu əsər Xəmsə, o ilə türkçə. O formal olaraq farsçadır. Amma bütün fars ədəbiyyatşünasları, peşəkarlar deyirlər ki, Nizami Gəncəvidən türk ətri gəlir. Bu necədir, Akfudu xanım? Təxminən Çingiz Aytmatovun rusçası kimidir, Olcasın rusçası kimidir. Yəni, mahiyyəti türkçədir. Baxırsan ki, bu xüsusi bir tipli dildir. İndi bunun türkçəsini axtarıb tapanda görəsən, o necə bir türkçə olacaq? Bunu təsəvvürləmək çox çətindir. Ona görə çox gərgin. Hər nəysə, indi bu məsələlərdən biraz kənar çıxıb, bir də Məmməd Əmir Rəsulzadənin bir fikrini xatırlatmaq istəyirəm. Mənə də gəlir, Nizami Gəncəvi haqqında ən gözəl əsərlərdən birini məhz Məmməd Əmir yazıb. Çünki çox dərin yazıb. Tək ədəbiyyatşünas kimi yox, siyasətçi kimi, ideolog kimi, poetika mütəxəssis kimi dili də gözəl bildiyinə görə farsçandır. O əsər dəyərli əsərdir. Orada nə deyir? Deyir ki, bir şair ki, gözələ türk deyə, gözəlliklər olan məkana Türkistan deyə. Yəni, və əsərlərində də 100-ə qədər türk sözünü, türk mənşəli sözü yox ha, türk sözünü 100 dəfədən çox işlədə. Sən ona başqa millətin adını necə verə bilərsən?
Bu mümkün olabilecek bir şey değil. İndi bax Fərid də başqa bir tərəfini öyrənibdi, araşdırıbdı. Mən sizə deyim ki, aqibətnamə, aqibət, insanın ölümü, insanın bu dünyadan ayrılması, bu mövzu türklər qədər heç bir xalqı maraqlandırmır. Türklər bu mövzuya xüsusi həssas olur. Folklorlarında delədi. Özü də düz deyir, Səlim bayaq doğru dedi. Onu həyat kimi, həyatın bir başqa forması kimi təhlil ediblər. Və ona görə də Fərid də bu istiqamətdən münasibət bəsləyib. Çox maraqlı, məntiqi sistemləri var burada. Məsələn, Məryəmin ölümünü hamı gözləyir. Xosrov və Şirində. Fərhadın da ölümünü hamı gözləyir. Və onların ölümü elə bir ki, Xosrov və Şirinin münasibətləri törədir. Bu münasibətlər olmasaydı, onların heç ölməyinə ehtiyac da yox. Onların ölməyinin bir semantikası da var. Ancaq bu böyük məhəbbətin qarşısında nə qədər müsbət adam olsalar belə maniyədirlər. Və o ölümü başqa cür, onun təyinatını çox dəqiq və başqa cür verir. Xosrov və Şirin münasibətlərində də deyək ki, məsələn, Xosrovun ölümü bir kateqoriyadandır. Şirin tamam ayrı kateqoriyadan. Yəni bunları modelləşdirir, sistemləşdirir və bunun arxasında duran əxlaqi və mənəvi məsələləri çıxardır ortaya. Nizami Gəncəvinin Məcnunundan eyniləşir. Mən daha o ət yemək, ot yemək, bu müqayisəni demək istəmirəm. Bu daha çox sosiallaşır, ictimailəşir. O da gözəl müqayisədir. İbn Səlamın ölümü normal insan ölümü. Yəni İbn Səlamın faktiki olaraq elə bir çəkisi yoxdur. Mənim elmi rəhbərim var idi. Bizim çox böyük alimimiz, akademik Tofiq Hacıyev. Onun bir yaxşı sözü var idi. Deyir ki, valla bu İbn Səlama mənfi surət deyirlər. Amma deyir ki, o qabiliyyət, o kişilik ki, İbn Səlamda var, heç Məcnunda yoxdur. Bu kişi qanun qayda ilə pulunu verib arvad alıbdır. Bunun burada heç bir bütün o standartları gözləyir. Bunun günahı nədir? Niyə görə bu mənfi olmaz? Ya zəmanə xarabdır, ya nəysə. Zəmanə də Məcnunu ki, qəhrəman elan elədi, orada İbn Səlama yer yoxdur. Və burada da çox, belə deyim, spektrləşdirir. Yəni, bu şairliyindən mənə elə gəlir. O şairlikdə belə zərif şeyləri tapmaq mümkündür. Alim üçün onlar o qədər maraqlı deyil. Gəlir ki, onlar belə hansısa bir kateqoriyada onları birləşdirmək olar. Amma Fərid Hüseynin təhlillərində kateqoriyalaşdırma yox, modelləşdirmə var. Zərif, daha həssas o məqamlar. Onları bəlkə də çox belə nətər deyim, o təsnifata almaq o qədər də asan deyil. Sezmək olur. Bax, o sezdirə bilir bunları. Leyli ilə Həvvanın müqayisəsi çox unikaldır. Mənə o doğrudan ləzzət elədi ki, Həvva neynir? Həvva demək Adəmi cənnətdən uzaqlaşdırır. Bəli. İtirdir cənnəti. Amma Leyli cənnət qazandırmaq istəyir. Yaxşı müqayisədir. Çox paradoksaldır. Yaxşı müqayisə. Amma axıra qədər bunu, mən bilmirəm, o paralelliyi aparmaq mümkündür. Bəlkə də... Hə? Məzun olmaq icazə verir. Neysə, bilmirəm, belə məzunda çox hörmət edir. O birisilər hamısı aburlu mənfətli adamlardır. Qalıb bu kişi ilə Məcnunun kriteriyası ilə maraqlıdır da, bu, yəni, çox gözəldir. Özdə Fəridin bir yaxşı cəhəti də var. Orada əsərin başlanğıcında bir neçə fikir söyləyir. Deyir, hələ bunlar mən fikirləşirəm, amma bunu yazmamışam. Hələ bu yazdıqlarımı oxuyun. Sonra onu da yazacağım, oxuyacaqsınız və adamın hərdən doğrudan belə nəfəsini tənqidir ki, bu qədər ideyalar, fikirlər, emosiyalar belə tökülür adamın üstünə. Məcnunu hər iki halda ruh hesab edir. Məcnun bu dünyada da ruhdur, o dünyada da.
onun ölümü ilə sağlığı arasında heç bir fərq yox. Və Məcnunun ailəsi ilə Məcnunu qarşılaşdırmalar, atası ilə, anası ilə, çünki onlar adi məişət adamlardır və həyatında kifayət qədər belə deyim ki, o təbii xüsusiyyətlərini daşıyan insanlardır. Məcnun adam da ölür. Məcnun tamam ayrı bir şeydir. Ona görə də onun ölümü çox belə görəsən o ümumiyyətlə ölür, ümumiyyətlə sağ idi ki, ölürsün. Ya məsələn Daranın, mən o xəmsəni tərcümələrdə də oxumuşam, yəni bədii tərcümələr. Sətri tərcümələrdə də oxumuşam. Özü çox yaxşı ki, sən sətri tərcümə ilə işləyirsən də, çünki o birisilərlə işləmək olmaz. Və farsçasını da biraz bilirəm, onu amma özümü məcbur edərdim, bütün xəmsəni farsçadır. Dara heç fikir verməmişdi. Daranın ölümü qədər maraqlı ölüm bəlkə də yoxdur. Dara hər ölümü qəbul eləyir. Dara sadəcə olaraq şərəfsizliyi qəbul eləməz. Nə deyir? Deyir ki, acımı başımdan mən öləndən sonra çıxır. Yəni yaralanıb artıq ölüm ayağındadır. İndi görün, bax bu cür düşüncəli adamın ölümünün fəlsəfəsi nədən ibarət ola bilər? Bu dövlət adamı. Bunun üçün nə məhəbbət var, bunun üçün nə məişət münasibəti var. Bu dövlət adamı kimi. Ona görə də tək məsələlərin o psixoloji tərəfləri yox, həm də burada bir siyasi, hüquqi, yəni bunun bir başqa bir fundamentallıqdır. Kəşf eləyir. Ya məsələn, nə deyir? Sağalsam deyir, sənə nökər olmağa da hazıram. Amma kimə? İskəndərə. Hər adama İskəndər deyir, sağalsam sənə. Yəni, Dara gör nə qədər özü üçün, Səlim, tamam doğru dedin. Ben bunu o cür yazmışdım, amma indi fikrim ayrı şey gəldi. Yəni, Daraya İskəndərin hörməti məlumdur. Və İskəndər heç vaxt Daraya nökər də olmaz. Bu mümkün olan şey deyil, amma deyir də. Bəli. İndi hər halda bunu İskəndər deyir də, mən də əvvəl elə bilirdim ki, Dara deyir, amma bütün hallarda, yəni, bu hörmət hökmdara olan hörmətdir, onun iradəsinə olan hörmətdir və onun ölümünün, onun normal ölməsini təmin edir İskəndər. Yəni, bununla onun öz ölümə münasibətini... Bəli. İndi burada başqa bir iki sözdə deyim, ondan da çox danışmayayım. Demək, bəzi ifadələrə bizim üçün çox, belə deyim, çox zaman üzdən getdiyimiz ifadələrə aydınlıq verir və Nizami Gəncəvinin kontekstində, Nizami Gəncəvinin həyat və ölüm münasibətləri kontekstində deyir ki, fələk onun da fərşini yığışdırdı. Yəni, ölüm ona görədir ki, o fərşi yığışdırılır da, falan indi çox onları siz yaxşı bilirsiniz. Sadəcə olaraq burada başqa bir şey var. Yəni, ölüm əsaslandırılır. Çünki sən qonaqsan da getməlisən. Sən bu dünyada sənin mahiyyətin qonaq olmaq. Sən bu dünyanın ev sahibi deyilsən. Ona görə də yaxşı olar ki, və bunu tez-tez də deyir ki, Nizami Gəncəvidə də bu var ki, yaxşı olar ki, insan bu dünyaya gəlib, ağlı başına gələndən ölüm barədə düşünsün. Çünki bilsin ki, bunun üçün real olan, həqiqi olan, yəni obrazlı olmayan, mütləq olan ölümdür, həyat deyil. Amma indi düzdür, biz nikbin filosoflar olduğumuza görə biz həyat barəsində daha çox düşünürük. Bəlkə də o sadəcə ölüm barədə düşünmək deyil, elə həyat barəsində düşünmək. Ona görə ölüm məsələsi önə çıxardır. Nizaminin ölümü də yenə, yəni əsərdə bir məntiq verir, yaxşı bir məntiq verir. Elə bilirəm ki, Nizaminin özünü də qəhrəman edir. Filosofların ölümü tamam ayrı bir şeydir. Filosoflar ölmürlər. Filosoflar ölümü qeydiyyata alırlar. Ölüm haqqında mülahizələrini deyirlər, fikirlərini deyirlər. Ya məsələn, deyək ki, Bəhramın yox olması üzərində düşüncələr. Yəni, sən belə mükəmməl bir, yaxşı bir, fəlsəfi bir əsər yazırsan. Deyək, İskəndərin dirilik suyu axtarmağı, İskəndər o dirilik suyunu tapa bilmir.
İskəndər də ölümlü olur, İskəndər də ölür. Amma bu məsələni mənə belə gəlir ki, bizim çox böyük şairimiz Nəriman Həsənzadə səndən yaxşı sayır. Onun belə bir zahı var. O deyir ki, İskəndər dirilik suyu axtarır. Nizami Gəncəvi dirilik suyunu ona verə bilərdi. Vermir. Deyir ki, sənin dirilik suyun mənim yazdığım əsərdir. Sən mənim əsərimdən, İskəndərnamə ilə sən canlısan. Sən onunla yaşayacaqsan. O birisilər hədər söhbətdir. Bax, bu Nəriman Həsənzadənin şərhidir, mənə elə gəlir yaxşı. Və son olaraq bir də bir tənqidi qeydim var. Bu miniatürlər çox gözəl. Kitabda, yerli-yerində, çox zəngin, müxtəlif dövrlər, müxtəlif məkanlar, müxtəlif mədəniyyətlər. Amma bu qədər miniatürə mən bilən ehtiyac yox. Daha çox Leyli ilə Məcnunun səhrada görüşməsinin ölüm motivinə bir dəxli yox. Ya Xosrov və Şirinin atla səhrada gəzməsinin, ya Xosrovun qayaların arxasında gizlənib pəri qızlarına baxmağının, o adamı mövzudan ayırır. Burada sən yaxşı seçə bilərdin. Ancaq ölüm motivləri üzərində qurulan miniatürləri versəydin, onda o miniatürlər də bir-birini döyməzdi. Yəni oxunardı, bir süjet yaranardı. O daha yaxşı olardı. Amma sən bizim məcbur edirsən ki, bu qədər miniatürü mən vermişəm. Sizi maraqlandıran hansı varsa onu seçin. Hərdən belə mənim özümə bir həvəsə mənə gəldi ki, sənin üçün onları seçəm. Təbrik edirəm, çox dəyərli bir əsərdir və Akbotu xanıma da təşəkkür edirəm ki, bax, belə gözəl kitablarla bizi sevindirir. Sağ olun. Xalqlar, dillər, kitabxanalar bəzən yazır, yanır, məhv olur, əsərlər qalmır. Nizami ola bilsin ki, İskəndərə, amma öz İskəndərinə, Makedoniyalı İskəndər. Dev sənə diriliyi, suyu yox. Diriliyi mən də, Nizami iddialı var. Qaldı bu Fərid Hüseynin bu ümumiyyətlə klassikaya müraciətinin bir gözəl tərəfi də var. Artıq onun yaradıcılığında əsaslı şəkildə bildirir. Fərid Hüseyin klassikləri oxuya-oxuya Nizami, həm də poeziyamızda, xüsusən bayaq siz doğru qeyd elədiniz kimi, ən yeni poeziyamızda klassika ilə qırılmış ənənələrimiz var, bağlar var. Bu həm metrik, həm məcaz, həm bənzətmə, həm fəlsəfə, məna qatında olan bağlar ki, qırılıb, xüsusən Sovet dövründə ya bilərəkdən, ya bilməyərəkdən göz ardı olunub. Fərid Hüseynin bir, belə deyək, platformamı deyim, bir qrup şeiri var ki, hiss olunur ki, məsələn, o klassiklərdən səsləşir, həm söhbət olur və təbii ki, bu yeriyəmcən Fərid Hüseyin o kitabda bir qənaət hasil edir. Deyir ki, Nizami Gəncəvi yazdıqları Nizami Gəncəvini dəyişməsəydi, yəni onu böyütməsəydi mənə. Təbii ki, o böyük, onun yazdığı əsərlərin heç bir əhəmiyyəti olmayacaq. Çünki əsər ilk növbədə onu yazanı böyütməlidir, onu dəyişməlidir. Və mən hesab edirəm ki, elə Fəridin Nizami mütaliəsi və ümumiyyətlə digər klassiklər mütaliəsi onu böyüdür və bu əsərlə də belə deyək, bir daha onu sübut edir. İndi isə sözləri Nigar Rəfivəliyə aid, Emin Sabitoğlu'nun bəstələdiyi Əsən Yerlər mahnısı səslənəcək. Daha sonra Əlbaba Məmmədovun bəstələdiyi sözləri Əlağa Vahidə aid olan Xudayar təsnifi oxunacaq. Hər iki mahnının arasında isə Fərid Hüseynin özünə qayıdır sevgi üstündə, özünə qayıdır sevgi üstündə səsləyəcək. Görürsünüz, bax, Fərid Hüseyin özünü musiqi nömrələrində də klassikanın arasına salır və bu da onun, belə deyək, xoş mənada
bircə sən dönmərsən bircə sən dönmərsən ay dünyadan olmadan ay Allah'ın yarattığı ay heç kəsə qalmayan ay heç kəsə qalmayan əzizim dumanlı dağların başında durdu dumandan ötürmə gittiymə dumanlı dağların başında durdu dumandan ötürmə gittiymə keçdi xəyalımdan öz gözəlim dumanlar başında duman gözüm geçti xəyalımdan öz gözəlim dumanlar başında duman gözüm Kədərdən indir yaşlıqda coşdur Dünyaların içində sanki bir Kədərdən indir yaşlıqda coşdur Dünyaların içində sanki bir Bayan qardaşım qəhrəman oldu Ağılda özündə dastana Bayan qardaşım qəhrəman oldu Ağılda özündə dastana Əzdim qalmadı, yurdumlarda qalmadı Sağ olsun Fərdi yetirən ana. Və indi mən biraz əvvəl adını çəkdiyim Fərdi Hüseynin Allah rəhmət eləsin atasına yazdığı Bitməz Gün şeiri səslənəcək. Bax buradan tam səmimiyyətlə belə deyək, biraz təkəbbür olmasın, altından imza eləyərək deyirəm ki, Bitməz Gün Nizami müəllim ən yeni ədəbiyyatımızda yaranan poetik şedevrlərdən biridir. Şeiri ifa eləyəcək Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd. Buyursun Tural bəy. Gözlərimizi ovuruq yoxluğunun əlləri ilə. Sönmüş müharibənin tüstüsü çəkilməyib ölkədən. Sübhdür. Sənin yoxluğunun səhər çağıdır. Yatağıma, ananın yanına su kimi dolmuşam. O isə gələcəyimizi düşünə-düşünə alnımdakı ahdan öpür. Dostlarının etibarını qayğılarımızla ölçürük. Hələ bizi sənə oxşadan adamların sayı çoxdur. Anamızın əlindən tutub gələcəyə keçirik. Sübhdür. Sənin yoxluğunun səhər çağıdır. Arzularımızı mumyalamışıq. Ümidlərimizi soyuducu könlümüzdə dondurmuşuq. Hələ hər kəsin yaddaşı yerindədir. Hamı sən olduğun kimi xatırlayır. Özümdən böyük qablarla su daşıyıram. Bədənimin bütün xəritəsindən tər axır. Sübhdür. Sənin yoxluğunun səhər çağıdır. Hələ kasıblıq təcrübəsi qazanıram. Qarpızı kəstirib alıram, qələmi yoxladıb alıram.
Kaseti oxudub alıram. Qurban bayramlarında ətlə, Novruzda sovqatla ürəyimiz açılır. Özgə evlərindən toplanır sevincimiz və mən hələ Allahı əl açıqlığından tanıyıram. Sübhdür. Sənin yoxluğunun səhər çağırı. Nənəmin dilindən ümid damcılayır könlümə. Sonra damlalar toplanıb olur hikmətli bir dərya. Allah kimi darda qoyub ki, biz də darda qoya. Sübhdür. Sənin yoxluğunun səhər çağıdır. İmperiya günəşi təzəcə sönüb ölkəmdə. Azadlıq lampasının başına yığışmışıq. Üz gözümüz kasıblıq hissindən qapqara, əllərimiz nöyüddü, yaş odundu xəyallarımız. Könül sobamızda asta-asta yanır. Sümüyümüz qızmır ki, qızmır. Sübhdür. Sənin yoxluğunun səhər çağıdır. Hələ ehtiyacdan bir hovur gizlənmək üçün əl damındakı dəmir dümürünü, o valətlərini satmamışıq. Hələ torpağın üzü soyunmur. Hələ göz yaşımız nəfəsimizi yandırır. Nə vaxt ağlasam, anam məni qucağına alır, Allaha sarı qaldırır. Gün ortadır. Sənin yoxluğunun qızmar vaxtıdır. Artıq haqqında çoxdankı adam kimi danışırıq. Yaşaya bilmədiyin günləri bir-birimizə paylayırıq. Hər evladına neçə arzu, neçə ümid düşür. Anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür. Gün ortadır. Sənin yoxluğunun qızmar vaxtıdır. Anam təmizkar bir gəlinidir payızın. Sübhdən süpürür sənli günlərin xəzəllərini. O bir yandan yığır, ömür bir yandan tökür. Sevincin qanı qaçıb üzümüzdə ata. Xoşbəxt şəkillərimizə qayğılar çökür. Gün ortadır. Sənin yoxluğunun qızmar vaxtıdır. Sevincimiz idman sevincləri tək tez ötür. Allah bizi çiyinlərimizdən çəkib böyüdür. Gün ortadır. Sənin yoxluğunun qızmar vaxtıdır. Mən rəhmətliyin oğlu, bacım rəhmətliyin qızıdır. Nənəmsə qocaman bir rəngsazdır, könlümüzü ümidlərlə boyuyur. Gün ortadır. Sənin yoxluğunun qızmar vaxtıdır. Anam bir almadı ki, bir üzü qız, bir üzü gəlin. Soyuq günlərdə dolmuş buludlar qovur göylərdən. Haqqın dərgahına uzanan yorğun əlləri. Axşamdır. Sənin yoxluğunun zülmət çağıdır. Anam bir zəhmət heykəlidir qayğı şəhrimizdə. Həyat bir xəstədir ki, çətinliklərimizlə ağırlaşır halı. Qayğılarımızla birgə böyüyür anamın xəyalları. Anam həm də bir xəyal körpəsidir. Bizlə gələcəyə iməkləyir, sabaha yürür. Hər müşkülümüz əcəl məqamıdır. Ehtiyaclar Əzrail kimi əli boş geri dönmür. Axşamdır. Sənin yoxluğunun zülmət çağıdır. Çoxdan əzbərləmişəm kişi işləri görən anamın kölgəsini. Buxar istisi ilə qarsıyıb üzümü həyatın nəfəsi. Axşamdır. Sənin yoxluğunun zülmət çağıdır. Bir xəstəxana qapısında, zindan divarları arasında, bir məhkəmə salonunda dayanıb, baxdım uzaqlardakı məzarına. Çarəsizlik əllərimi cibimə saldı. Çiyinlərimi çəkdi. İkimiz bir adam olduğunda, kölgən kölgəmə bələndi. Axşamdır. Sənin yoxluğunun ahıl vaxtıdır. Foto albomuna baxıram. Əskərsən, nişanlısan, evlisən. Zəhmətə öyrəşmiş ömrümün alın tərisən. Axşamdır. Sənin yoxluğunun ahıl vaxtıdır. Ehtiyacdan
ehtiyac dumanından göz gözü görmür. Təkliyimin qoxusunu çəkirəm canıma. Ata, sənsizlik dolub divar saatıma, ömür saatıma, qol saatıma. Axşamdır. Sənin yoxluğunun zülmət vaxtıdır. Həyat bizim üzümüzə qayğı cığırları, sənin məzarına şaxta çatları salıb. Şükür. Şükür əllərimiz çörəyə çatıb və anamın ovucundakı zəhmət qırışları Allah sözünün altında qalıb. Təşəkkür edirəm. Kamança ustasına da təşəkkür edirəm. Bax, Nizam müəllim, bayaq sistemdən danışırdıq. Fərdin intizamlılığından danışırdıq. Bu, əslində bir həyat səlnaməsi olan şeirdə necə böyük bir sistem, necə ağrılı və eyni zamanda müdrik təcrübə var. Buz qoyucusu məsələn kəşf. Hə, bəli, doğrudur. Orada elə, ümumiyyətlə, bizdə ədəbiyyatımızda ömrün qürubu filan belə ifadələr var, amma sənin yoxluğunun sübhüdür, sübh çağıdır. Hə, və yəni, bax, bayaq deyirdim, Nizami Gəncə, kim ki, insan bildiyinin cahilidir, yaşadığının alimi. Nizami Gəncəvi yaşadığının da alimiydi, bildiyinin də alimiydi. Ona görə bizə çox böyük, əsrlərə böyük bir miras bıraxdı. Bir şairin, özdə Fərid kimi şairin dilindən Allah kəlməsini şükür. Təkcə Fərddən söhbət getmir. İsmət də var, Rəbidə xan nə tə maraqlı bir silsilə yazıb. Şəhriyar Dilgerani gəlməlidir, onun da şeirlərində var. Bu daha doğma gəldi adam. Çünki orada konjunktura yoxdur da, belə deyil, dini konjunktura yoxdur. Və Nizamini böyük edən şeylərdən heç şübhəsiz birincisi onun bir İslam şairi olması. Nizamini Qurandan ayrı oxumaq mümkün deyil. Kim ki Nizamini Qurandan ayrı oxumaq istəsə, o əlbəttə ki, İskəndərin, daha doğrusu o mağarada qeyb olacaq Nizami məsələlərində. Amma kim ki Quranı çıraq eləyəcək və Nizamini və digər klassiklərini, təkcə Nizamini deyil, Quranla paralel oxuyacaq, əlbəttə onun nəticələri yaxşı olacaq. Hər bir kitabın zəhmətini çəkən adamlar var. Sən də belə ağır kitabların və hörmətli Zəhra xanım buradadır, Zəhra Allah verdiyi var. Filoloq elmləri doktoru, doçent, Nizami Şünas və Aqibətnamə kitabının redaktoru. Mən böyük məmnuniyyətlə Zəhra xanım sözü sizə verirəm. Yəni, Nizami ideyaların müasir dövrə ədəbiyyata gətirmək, bu əlbəttə çox qeyri-adi müasir dövrdə, yəni qeyri-adi mənim üçün oldu. Çünki son dövrlər, bilirsiniz, dünyada proseslər gedir. Dünya ədəbiyyatında gedən proseslər budur ki, hər bir xalq milli kökləri üstə, milli ədəbiyyatın, milli adət-ənənələrin, dini, fəlsəfi, əxlaqi görüşlərin ədəbiyyata gətirilməsi bu saat çox vacib məsələdir. Mən aktuallığını bir nümunə çəkəcəyəm. Bizim Nizami Gəncəvi adlı ədəbiyyat institutunun Şota Rustavelli adına Gürcü ədəbiyyatı institutu və Cambridge Universiteti ilə qarşılıqlı layihəsi vardı. Bu layihənin qurulmasında akademiyanın prezidenti akademik İsa bəyinin böyük rol olmuşdu və biz layihənin birinci hissəsini biz elədik. Bu ondan ibarət idi ki, Gürcülər Şota Rustavelli'nin həyatı, yaradıcılığı və ədəbi mühitini araşdıracaqdılar. Biz isə Nizami Gəncəvinin həyatı, yaradıcılığı və ədəbi mühiti. Bu tərfil veriləndən sonra bu Cambridge'də çap olundu bu layihə və ikinci hissəsinə biz başladıq və təkliflər verildi. Nizaminin hansı əsərlərini işləyək, nələri işləyək və göndərdik o təkliflər. Amma o qəbul olunmadı. Nəyə görə? Dedilər ki, biz artıq dünyada tələbat var ki, Gürcülər işləyirlər müasir Azərbaycan ədəbiyyatında Rustavelli ənənələri, mövzuları, süjeti, motivləri və siz işləyirsiniz Azərbaycan ədəbiyyatında
Nizami ənənələri, mövzusu və sair süjeti, motivləri. Yəni mən baxıb gördüm ki, araşdıranda biz yalnız müasir ədəbiyyatda, mən 21-ci əsr ədəbiyyatında yalnız tutalım bir məşhur yazıçımızın, mən onların əsərlərinə baxdım, Elçinin baxdım, sonra bütün yazıçılarımızın əsərlərini araşdırdım. Eşq motivlərini tapmaq olur. Amma Nizami süjetlərinə işarələr yoxdur. Məsəl üçün, Orxan Pamuk nə ilə şöhrətləndi? Siz diqqət etsəniz, eşqdən yazanda mütləq Xosrov şiirindən danışır. Yəni o öz kökünə qayıtmaqla, öz kökü üzərində ədəbiyyatı qurmaqla dünyaya çıxmaq mümkündür. Yəni bu şəkildə, bu baxımdan mənim üçün Fərid müəllimin, Fərid Hüseynin bu Aqibətnamə əsəri tapıntı oldu. Mən haqqında yazmışam, mətbuatda çap edəcəm və həmən layihənin bir hissəsinə salınıb bu əsər. Burada mən yazıçılar varsa, müraciət edirəm, Nizami mövzularına ümumiyyətlə müraciət etmək, hal-hazırda dünya arenasında kökə qayıtmaq, ənənələrə qayıtmaq, mən demirəm ki, Leyli və Məcnun əsəri yazılsın, Xosrov Beşliyi yazılsın, sadəcə o Nizami motivləri, Aqibətnamə, çox gözəl seçim. Mən məətəl qaldım ki, açığını deyəcəm. Çünki tərcümələrdə Nizaminin aqibət işlətdiyi, aqibət-i kavli tu, müraciət edirsən ki, aqibət-i kavli tu necə olacaq sənin? Məsəl üçün, Mahmud var. Ərzincan hökmüdarı, deməli, Bəhram İbn Davuda müraciət edir. Və ona alqışlar deyir, və qoy deyir, sənin aqibətin Mahmud olsun. Bizim tərcüməçilər anlamırlar, elə bilirlər ki, bəlkə o Mahmud Qəzləvini deyir. Və onu da yazmırlar, birilə ola bilməz. Bəhram Şahara Qəzləvi. Yəni ona görə onu dəyişirlər və eləyirlər ki, bütün tərcümələrdə, əksər tərcümələrdə o şəkildədir. Sənin gözəl xüsusiyyətlərin nələr əvəz edirlər. Amma bilmirlər ki, bu Qurandan iqtibasdır. Deməli, Qurandan belə gedir. Deməli, Aqibət-i Mahmud, Aqibət Mahmud, yəni ki, Mahmud bəyənilən deməkdir. Sən elə yaşa ki, aqibətin bəyənilən olsun, yəni təriflənən olsun. Bax, bu şəkildə Nizamini tərcümələrdə düzdür, demirəm, çox böyük alimlər işləyibdir. Mən özüm bu Sirlər Xəzinəsində hələ çox gəncəm, onun üstündə mən üstəməliyim, mənə tapşırım, mən eləmişəm, amma o təcrübələr yox idi ki, biz həmən məsələləri qoya bilək. Məsəl üçün, iqtibasları bilək, Qurandan, ayələrdən gələn iqtibasları tapa bilək. Əvvəla, aqibət, deməli, fəlsəfi termindir, deməli, laf qədim dövrlərdə bunu aqibətin özü kimi izah edirdilər. Məsələn, qədim Yunanlar deyirdilər ki, insanın aqibətini dəyişmək olmaz, ona müdaxilə etmək olmaz. Amma sonra Aristotel yenilik gətirdi və dedi ki, İnsan ağılla, müdriklə öz aqibətini özü dəyişə bilər, idarə eləyə bilər, müəyyən qədər idarə eləyə bilər. Yəni, aqibət təbiyyətdir və nəticədir əslində. İslam filosofları bir qədər də irəli getdilər. Deməli, İslami fəlsəfədən sonra əlavə olundu, aqibətin başqa bir mənası əlavə olundu. Bu da xoşyarlıq, oyaqlıq. Yəni, insan bir mənası da aqibətin huşyar olmaq deməkdir. Yəni, bu dünyadan huşyar ol. Bil ki, necə yaşayırsan, yaxşı əməllərə ədalətli ol, Nizami deyirdi, yaxşı əməllərə xidmət elə və aqibətin yaxşı olsun, tərifə layiq olsun sənin aqibətin. Əlbəttə, çox gözəl məsələlər qoyulurdu. Burada Nizami Cəfərov çox gözəl danışdı, akademik hörmətli, çox gözəl danışdı İskəndərnamə haqqında, əsərdə olan o Nizamiyə, mən demək olar ki, onlar Nizami ilə polemikadır. Nizami necə deyib, siz bir fərqli deyirsiniz. Nizami necə deyib, Fərid Hüseynin şərhləri necədir, şərhləri. Yəni, doğrusu açığın deyim ki, şərhlər, bu şəkildə şərhlər hələ ədəbiyyatımızda yox idi. Nəinki ədəbiyyatımızda, bilirsiniz, Nizami 12-ci əsrdən başlayaraq Nizami əsərlərdən şərhlər yazılıb. Yəni, bu şəkildə şərhlər yox idi. Əsl ədəbi şərhlərdir.
Ben çok danışardım ama yani mənə qədər məruzəçilərimiz, çıxış edənlərimiz çox əsərin vəziyyətlərini dedi. Amma yenə də mən icazə versəniz bəzi məsələləri mən deyərdim ki, məsəl üçün mən burada cavanlar var, onları ruhlandırmaq istəyirəm. Məsələn, 13-cü əsrdən başlayaraq fransız şairləri Nizamidən istifadə ediblər. Başqa mövzu yazırlar, amma açanda, əsəri oxuyanda görürsünüz, sanki Yeddi Gözəldə o bağların təsviri var, bağda olan hadisələrin təsviridir. Nizamidən istifadə ediblər. Yəni, o demək deyil ki, Nizami süjetlərini işləyəsiniz, amma Nizami motivlərindən istifadə etmək olar. Mən Fərid müəllimi, məsəl üçün, tapıntılarını demək istəyirəm, ona görə məqalətli. Məsəl üçün, Fərhad haqqında dağa dönmək. Nizami bunu işlətdi. Yəni, ilk dəfədir ki, işlədirsiniz. Sağ olun. Sonra, ölü necə ağlasın, bu ifadə bilirsiniz, bəlkə də dünya ədəbiyyatında nadir hadisədir ki, Nizami o ata oğlun görüşün, ana ilə görüşün, o atanın faciəsini, yəni Nizami böyüklüyündə təsvir edən olmayıb. Çox sağ olun, təbrik edirəm. Fərid başqa yolla gedib. İndiyə kimi Nizami Gəncəvini, Nizami şünaslar məndən inciməsin, əsasən bir sujetli, novellavari əsərlər kimi öyrəniblər. İndi bir neçə simbolikanı tapıblar, metaforaları tapıblar, araşdırırlar. Ancaq ümumən onun ezoterik qatına enməyə çətinlik çəkmir. Ona görə də Nizami Gəncəvi 900 ildir sir olaraq qalır. Çox böyük sirdir. Əvvəllər mən Nizamini oxuyanda elə başa düşürdüm ki, İncildə olduğu kimi Nizaminin əsərlərinin əsasını, sujetin əsasını əsasən pritçalar və yuxular tutur. Pritçalar, yəni hekayətlər, məqalətlər və yuxular. Ancaq Fəridin kitabını oxuyanda başa düşdüm ki, orada həm də sujet yaradıcı, ən mühüm struktur vahidi həm də ölümdür. Ölümü müxtəlif elmlər öyrənirlər. Antropologiya, ilahiyyat elmi, fəlsəfə, kulturologiya, psixologiya xüsusən. Ədəbiyyatda, ədəbi mətndə ölümü öyrənmək çox çətindir. Çox çətindir. Yəni ölümün semantikasından, əsərin poetikasını, ölümlə bağlı poetikasını, harada sərhəddi, hüdudu haradadır, bunu müəyyənləşdirmək çətin olur. Ancaq Fərid çox maraqlı yolla gedir və hətta bunu da altını çizim ki, Fərid əslində Azərbaycan ədəbiyyatşünaslığında terminlə dediyimə görə üzr istəyirəm, tanatologiyanın, tanatos, ölüm haqqında bu müasir ədəbiyyatşünaslığın qollarından biridir. Ədəbi, hətta tanato poetika da deyirlər və yaxud da ədəbiyyatşünaslıqda ədəbiyyatşünaslıq tanatologiyası da deyirlər. O elmin ilk qaranquşlarından biridir. Çünki bizdə az-çox ölüm motiv kimi, sujet motivi kimi adda burada öyrənilir, ancaq bütövlükdə belə bir sistemli şəkildə öyrənilməyibdir. Fərid müxtəlif aspektlərdə bu əsəri gah özdə personajların taleyindən keçərək hər birini ya onun tale karması üstündə yozum verir, ya ezoterik, təsəvvüf kontekstində təhlilini verir, yaxud da İncə Nizami müəllim dediyimiz kimi, həm də şair yozumunla o motivlərin, ölüm motivinin semantikasını, mənasını açmağa çalışır. Öz də onu da əlavə edim ki, Fərid Nizaminin mətnlərini zədələnmir, qətiyyən. Ona o qədər zərifliklə, belə cərrah bıçağından yanaşır. Yəni, o motivi, həmin hadisəni, tutaq ki, birini deyim də, mən də misal çəkim, Leyli Məcnun'da Məcnun'un atasının ölümünü, Leylinin ölümünü, Məcnun'un ölümünü, İbn Səlam, yəni əslində ölümlər seriyasıdır, ölüm seriyası. Ancaq hər birinin həm Nizaminin mətnindən çıxış edərək, Nizaminin metaforalarından çıxış edərək, Nizaminin aforistikasından çıxış edərək, çünki orada aforizmlər də var Nizaminin,
Bəzən o aforizm üzərindən həmin personajın ölüm səbəbini, ölümünə belə deyim də, ölümünə bəraət qazandırır. Ölümünün səbəbi. Hətta Nizami Gəncəvinin belə məlum oldu ki, o personajların bütün xarakterlərin hamısının ölüm fəlsəfəsi üzərindən əslində Nizami Gəncəvi nə bilim ölüm modellərini təklif edir. Ölüm modellərini. Hətta bir dəfə yadımdadır ki, bəlkə də Fəridin də yadına düşəcək, Nizaminin 7 gözəlində olur Zəhra xan bilər ki, şəhərin kənarında bir yer var, orada bəzəkli daşlar var. İnsanlar ildə bir dəfə gedib o bəzəkli daşlara baxıb gülürlər və ölürlər. Yaxud da Bəhramgölün 7 məbəddən keçib, axırda da ağ kəfəni, ağ məbədə girib, ağ kəfənə girib, qeyb olması, virtual dünyaya getməsi, real dünyadan virtual dünyaya getməsi. Bu çox maraqlı sujet xəttlərdir. Hətta deyərdim ki, müasir mistik romanlarımız üçün, müasir magik romanlarımız üçün maraqlı mövzulardır. Ona görə də Fəridin kitabı həm də müdrik kitabdır. Müdrik kitabdır. Başda dediyim kimi, Fərid novella kimi, sujet kimi, yəni o, belə deyim, əsərin motivi kimi öyrənməyib. Hətta hər bir şəxsin ölüm taleyini, ölüm hadisəsini bir ibrətli hadisə kimi danışır. İbrətli bir metafizik, bir pritça varib. Hətta belə deyərdim, pritça üstündə pritça danışır. Və bütövlükdə düz eləyib, adını da elə aqibətnamə qoyubdur, yəni talih kitabı qoyub. Nətər ki, Nizami Gəncəvinin son kitabı elə İqbalnamədir, yəni talih kitabıdır. Biz tərəfdə bizim ləhcədə yığval deyirlər. Yəni xoşbəxtliyi, talihi kitab, talih kitabıdır. Yadıma son fikrimi də söyləyim, indi yadıma düşdü, məşhur Rus həkimi İlya Meçnikovun bir dəfə oxumuşdum ki, Tolstoyun gileyini yazmışdı ki, Tolstoy öz dövrünün alimlərinə şikayətlənir ki, nədir, siz həşərətlərin həyatından yazırsınız, oradan buradan yazırsınız, ancaq insan həyatının, ölümünün izahını verə bilmirsiniz. Nə lazımdır? İndi Fərid insan ömrünün ən zəruri, anlaşılmaz, sirri bir hadisəsi olan ölüm haqqında yazıb, çox ciddi kitabdır. Tam məsuliyyətimlə deyirəm. Çox ciddi, çox gözəl, həm eseyistika ilə Fəridin intellektual təfəkkürü və poetik təfəkkürü bir vəhdətdə verilibdir. Fərid, sən təbrik edirəm. Həm tələbəm olduğum üçün təbrik edirəm. Gözəl kitabdır və çox ciddi kitabdır. Sağ olun. İndi isə sözü yenə bizim gözəl müğənnilərimizə veririk. Gənc xanəndə Ayşən Mehdiyevanın ifasında Fərid Hüseynin Gəlmə yuxularıma şeirinin səslənişi, müşayiət editarda Səxavət Məmmədov, kamançada Toğrul Qasımov, pianoda Ağarəhim Salah. Həsrətin zindan kimi kimdir bu hökmü? Qoy sakit yatım gəlmə yuxularıma, gəlmə yuxularıma, gəlmə yuxularıma, gəlmə yuxularıma, gəlmə yuxularıma.
Mən Fəridin yazdığı şeirləri də həmişə o barədə düşünəndə, yazmaq istəyəndə, sonra bundan əvvəlki kitablarımda Uçurum Peyğəmbəri, Anna Karenina haqqında yazdığı kitab, hərənin öz sevdiyi əsərdən müsahibələr şəklində toplanmış bu konseptual kitabların hamısında mən həmin o refleksi görmüşəm. Buna bu refleksə Ezra Pound ripostas deyirdi. Belə bir termin tapmışdı, ripostas. Ripostas cavab həmləsi deməkdir. Yəni qılıncı oynatmada belə bir termin anlayış var ki, sən rəqibinə qarşı hərəkət eləməmişdən qabaq geriyə doğru 2 addım atırsan, yəni pozisiyanı alırsan, sonra bu geriyə doğru addım atıb sonra qarşıya həmlə eləməyə, yəni klassikaya doğru geri çəkilib, oradan işığı götürüb, oradan çırağı yandırıb, sonradan irəliyə doğru addım atmaq. Mən fikirləşirəm ki, Fərid əslində bütün yaradıcılığı ilə bax belə bir bizə həmin o böyük modernistlərin təklif elədiyi bir modeli ən yüksək səviyyədə, yüksək bədii, estetik, intellektual səviyyədə təklif eləyir. Həm də onu təklif eləyir ki, bütün zamanlarda şairin, yaradıcı adamın zamanla hardasa bir konflikti var. Sən özün müəyyənləşdirməlisən ki, nəyin yanındasan, nəyin qarşısında. Yəni bizim mifoloji dilə çevirsək, Məlik Məmmədə inanırsan, yoxsa Məlik Məmmədin qardaşlarına. Mənə elə gəlir ki, Fərid bu əsərləri ilə, bu yazdıqları ilə, hamısı ilə Məlik Məmmədə inanmağı çağırır. Çünki bizim çağımızda, indi Fəridin özünün sözü ilə desək, adamların bu süni intellekt aplikasiyalarını təhkimli, kəndli kimi istifadə elədiyi bir zamanda, trendlərin belə sürətlə dəyişdiyi bir vaxtda özünün inandıqlarına, öz ürəyinin səsinə heç kimə güzəştə getmədən yazdıqları mənə elə gəlir ki, belə həqiqi, xas, əsl bir şairin, ədəbiyyatçının görəcəyi işdir. Buna görə də dostumu təbrik edirəm. Çox sağ olun buna görə. Esse nümunələr bir növ alınmayan hekayə xarakterində olur. Təbii ki, alimlərin, burada Rüstəm müəllimlə eləşib, Professor Rüstəm Kəmalın mətnlərinə baxanda bu daha çox ədəbiyyatşünaslıq mətni kimi formalaşır, meydana çıxır. Mən təbii ki, Fəridin bundan əvvəlki əsərlərində, eyni zamanda Aqibətnaməni də oxuyanda düşünürdüm ki, Fəriddə hansı daha ağırdır. Və təbii ki, çox az hallarda rast gələn bir məqamdır ki, Fəriddə eyni zamanda yüksək bədii təxəyyül, eyni zamanda da belə demək olar da akademik yanaşma, akademik təhlillər ki, hansı ki Nizaminin mətninə bir bayaq qeyd olunduğu kimi cərrahın bir bıçağı ilə və yaxud da ki bir qazıntı aparan arxeoloqun tapdığı bir xəzinəni, zəngin bir abidəni necə ki onu üzə çıxarır. Bax, bu dəqiqliklə yanaşdığını şahidi oldum və təbii ki, Fərid Hüseynin aqibət deyəndə biraz biz əslində aqibətin xeyir, yəni tez-tez istifadə elədiyimiz bir kəlmədir, ifadədir və təbii ki, aqibət təkcə ölümü ifadə eləmir. Bu eyni zamanda bizim yaşamımızı da ifadə edir, hətta ölümdən sonranı da. Çünki Fərid çox belə bu silsiləni ən sonda Nizaminin ölümünə həsr etdiyi bir esse ilə tamamlayır demək. Və burada da əslində Nizami özü sağ ikən ölümü xatırlaması, ölüm haqqında bəhs etməsi göstərir ki, yəni belə demək olar da bizim həyat haqqında sən nəsənsə ona da çevriləcəksən bir növ. Yaşamımızın mənə gəlir mahiyyətini ifadə edən bir kredo üzərində öz fikirlərini qurur və mənə gəlir ki, burada ölüm, aqibət həyatın özünü, ölüm aktını və ondan sonraki, yəni bizdən sonrakıların bizim haqqımızda düşüncələrini, eyni zamanda bir həyatın özünü ifadə edən bir məqamdır. Və hər bir doğrudan da bayaqları qeyd olunduğu kimi çox hörmətli akademik Nizami müəllim qeyd elədi ki, biz hər birimiz Nizamini həm tələbə vaxtı, həm ondan sonra məqamlarda oxumuşuq, amma görünür Fərid bir başqa cür oxuyub mətni və Fəridin demək Aqibətnamə əsərinin timsalında biz Nizamini bir başqa yöndən kəşf elədik, tapdıq və doğrudan da Nizaminin əsərlərindəki ölümün, aqibətin, bəlkə də onun sujet yaradan, eyni zamanda sujetin mahiyyətini ifadə edən məqamlar olduğunu məhz bu əsərin timsalında gördük. Mən əziz dostumu təbrik edirəm. Mən düşünürəm ki, Nizami haqqında bəlkə bir kitabxanalıq
əsərlər yazılıb, amma Fərid Hüseynin qələmə aldığı bu kitab öz orijinallığı ilə həmən kitabxananın öz necə deyirlər, çox yaxşı bir yerində hər zaman duracaqdır və həm ədəbiyyatşünaslar, həm şairlər, yazıçılar bundan sonra da həmən bu əsərdən istifadə edəcəklər. Təşəkkür edirəm, çox sağ olun. Aman Rəbbim deməyən, deyingən ağız diktə eləyir hər kəlməni, yalnız sərsəmləmə tək. Yəni, buradan nə nəticə hasil olur? Burada əslində biraz ölüm, həyat münasibətində biraz metaforik yanaşma var. Düz xəttin axırında daha aydınlı nöqtə deyəndə Yosif Brodski ölümü nəzərdə tutur. Və deyir ki, o şəxs ki, aman Rəbbim, yəni aman Allah demir, onun söylediği ne olur olsun sərsəmləmədən başqa bir şey olur. Yəni, belə deyək, bu ölüm, həyat, Allah münasibətindən modern bir yanaşmadır. Kim ki xatırlayır ölümü və ölümü xatırlaya yaşayır, dünyadan rahat köçür. Mən Fərid Hüseyin kitabının sonunda deyir ki, Allah bizi nəticələrin səhv hesabdarı olmaqdan hifz eləsin, qorusun. Mən bunu Fəridə də, özümə də, burada oturan hər bir adama peşəsindən, ixtisasından asılı olmayaraq arzu edirəm və böyük məmnuniyyətlə indi sözü verirəm, deməli, Bakı Bələdiyyə Teatrının aktrisası, gənc qiraətçi Günel Həmidovaya, o Fərid Hüseynin cəsarətsiz gili və yenə də görürsünüz Şükür Piramidası şeirlərini ifadə edir. Buyurun. Sən demə çox şey elə öz adıyla əzaba dönürmüş. Bir əzaba qoydun. Sən daşıdığın adı. Ötən zaman qardaş itkisi misalı bütün ömrü ilə yadımdadır. Hər sevgi bir əlamətdar gülmüş. Mənsə heç vaxt təqdim xasiyyət olmadı. Sözlərin düzülüb yalan tərəfinə. Yıxılıblar bəhanə döşəməsinə, neynək? Neynək? Heç nəyi çözələməyək. Nə yaşanıbsa, bir üzü haqdır. Vaxtın pəncərəsinə sökəmişəm yanağımı. Xəyalın gözdən itən yorğun qayıqdır. İndi könlün qara kağızında bəxtin əlləri ilə ayrılıq xəritəsi cızıram. Yaşaya bilmədiyimiz hər nə varsa Allaha bağışlamağa hazıram. Sanki qorxaqcasına səni unutmağımızı bayram edirdi işıqlar. Sənsə zülmətin zəncirləri arasından baxırdın bizə. Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı. Kimsə gəlməyəydi ya da birimizin halı pisləşəydi. Amma olmadı. Olmadı. Dostlar şərab süzdü və hər şeyin əvvəlki kimi olması məni yaman üzdü. Sənin baş qəhrəmanı olduğun lətifəni danışdılar. Yox, adını çəkmədən. Bir dəqiqə göstərirəm. Paytaxt ayağından tələsir hamı. Biri kefə qaçır, biri kimaya. Qarışqa səhvinə düzülüb indi, mən də yollanıram istəyib ama. Şeytan üzərimə torunu atmamış. Evə satmalıyam. Oğlum yatmamış. Qədəh gecələri sarır məni. Nəfsim üzü gülür telefonunda. Bir isə yarımçıq arzularına nöqtə təşkil edir. Razılıq qanını əlim batmamış. Evə satmalıyam. Oğlum yatmamış.
Səd aşan təqaşı düşüb onları, bəxtimi tıxacda hər gün soyuram. Evə gecikəndə zəngi basaraq, ən dadlı röyasını yarı bölürəm. Şirin yuxusuna haram qatmamış, evə çatmalıyam, olum yatmamış. Baxıram yataqda yatmış uşağa, görürəm üzündə gülüsü yatmış. Dodaqlar aralı, uzalı qalıb. Mənə hay olmayan öpüşü yatıb. Peşmanlıq gülmə zəhər yatmamış, evə çatmalıyam, olum yatmamış. Buyurun. Boynunun altında şırıl karışır, derli şalvar ile sarmasın. Kabarın damarlar, elin üstünde sanki kocalığın herkesidir. Alaca gözlerinin altında topuk, yerine gün yok. Elif diktamanın gönderlerinden yastık adamların zirsemsine. Sözlere işlerken zeynet tutmular. Eda olup elenir seslersin. Temel bakışlara sezmeler var. İtir duyguları, itir hisleri. Hamınız bir bezin kıraklıymışsınız. Daha ayrılmalar yaşlı ister. Boyasız tırnaklar kalınlaşarak hamısı kaydı göz renklerine. Min cür saç renginden bize salmak için yaxşı fürsət düşüb almayın. Kökü çəkilər qarşılarına, bəzən özlərinə çəkirlər bəzən. Diş gözəlliyi kim xalqımız? Qocada yaddaş yox, cavan nabədə. Qocalıq azadlıq bir yolda. Gözəllik məhbəsmiş, gözəllər məhbus. Bugünkü aksaçlı kadına baksan, dünenini düşün. Efsus. Sen efsus. Evet, Hüseyin. Hörmətli Nizami müəllim, əziz dostlar, qələmdaşlarımız, əziz ziyalılar. Bugün Türk Mədəniyyəti və İrsi Fondunda hamınızı səmimiyyətlə salamlayıram. Təşəkkür edirəm hər birinizə və dahi Nizami Gəncəvinin öz təbiri ilə istəyirəm təşəkkürlərimi bildirim. Nizami Gəncəvi əsərlərində ilk növbədə Allaha təşəkkür edirdi, minnətdarlığını bildirirdi və mən də ilk növbədə Allaha şükür edirəm ki, belə bir gözəl kitab yazmaq eşqini mənim ürəyimə salıb və belə bir ideyaya görə və onun ərsəyə gəlməsi nəsib elədiyinə görə Allaha təşəkkür edirəm. Bəs Nizami ondan sonra peyğəmbərlərə təşəkkür edirdi, minnətdarlığını bildirirdi və mən də sözün peyğəmbəri Nizami Gəncəvi rəhmətlə anıram ki, necə ki belə bir irs qoyub gedib və biz o irsin ardınca düşüb belə əsərlər yazırıq. Daha sonra Nizami Gəncəvi şaha təşəkkür edirdi və mən o şahın timsalında Azərbaycan dövlətinə, Türk dünyasına təşəkkür edirəm ki, nə yaxşı ki, müstəqillik, istiqlalımız var və bugün qazanılan istiqlalımız daha əvvəlki əsrlərdəki kimi imperiyanın yox, Azərbaycanın adına yazılır, Türk dünyasının adına yazılır. Və daha sonda Nizami Gəncəvi sözün təşəkkür edirdi, sözə şükür edirdi və mən də elə təbirini dəyişmədən sözə şükür edirəm ki, nə yaxşı ki, dünyada söz var və bizi həmişə bir çətir altında, bir mənəvi çətir altında birləşdirir. Və əlbəttə Türk Mədəniyyəti Fondunun, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aqtatu xanım Rahimqulovaya təşəkkür edirəm. Aqtatu xanımla 3 il, az qala 3 il bundan əvvəlki ilk görüşümüzdə o xatırlatmışdı ki, yazısı qızıdır və məndə belə bir düşüncə yaranmışdı ki, əlbəttə bir-birimizi daha yaxşı başa düşərik və doğrudan da elə də oldu və Aqtatu xanımın atası Rahmetullah Rahimqulovu da rəhmətlə anıram. O mənada ki, ondan Aqtatu xanıma keçən o yazısı damarı, o söz damarı bizi birləşdirir. Ona görə də bizi bəzən bu dünyada olmayan insanlar
daha çox birləşdirir, yəni bizim birləşməyimizə vəsilə olur. Və bu gecənin aparıcısı şair dostum Səlim Babulluoğluna təşəkkür edirəm, kitabın naşiri Elman Qasımova, Ellada xanıma və mənim şeirlərimə mahnı bəstələyən musiqiçilərə və onları ifa edənlərə, bu günün çıxışçılarına və fondumuzun dəyərli əməkdaşlarına və qonaqlara. Bu kitabı mən dostumla deməli bir yerdə səfərə çıxmışdıq, orada yazırdım. Deməli belə idi ki, dostumla müəyyən məsələlər ətrafında söhbətləşirdik və bəzən artıq söhbətləşməyə mövzumuz olmayanda qalxırdım mən öz otağıma və bu kitabı yazırdım. Və həmin dostum da bu gün buradadır, aramızdadır, Səxavət Sahil. O da mənə böyük impuls verirdi ki, ilk yazını mən Xosrovun ölümünü yazmışdım. Onu yazandan sonra o mənə stimul verdi ki, bunu artıq bir kitaba çevir. Və Nizami Gəncəvi bu kitab haqqında yazılar çıxandan sonra bəzi adamlar dedi ki, mənə ölüm haqqında ehtiyatlanmırsanmı yazmağa bu qədər? Nizami Gəncəvi yazır ki, tük hara düşsə, o dərhal üzə çıxır. Ona görə tükdən qorxmaq lazım deyil, o öz eybini dərhal bir üzə verir. Amma zəhər öz eybini bir üzə vermir. Qatılır bizim yeməyimizə, onu nə axtara bilirik, nə tapa bilirik. Bizi məhv edir. Ona görə də ölümün bizə aid olan, ölümün bizə təlqin elədiyi qorxu qorxulu deyil. Ölüm biz doğulan gündən deyir ki, sizin axırınıza çıxacam. Amma həyat qorxuludur. Həyat bizə nə eləyəcəyini biz doğulduğumuz gündən bilmirik. Ona görə də ölümdən qorxmaq lazım deyil, həyatdan qorxmaq lazımdır. Nizaminin fəlsəfəsinin əsasında dayanan məsələlərdən biri də bu idi. Və çox qəribə bir kitabı yazarkən bir detal oldu. Mən orada bir yer var, Platonun ölümü ilə bağlı. Platon deyir ki, ona gəlirlər ki, 103 yaşın var, amma hələ yaşayacaqsan, narahat olma. Sən niyə belə ölümdən təşvişdəsən? Platon deyir ki, yox, yaşamayacaq. Deyirlər, nədən bilirsən yaşamayacaqsan? Deyir ki, elə ki, uşaq yuxusu gəlir, o uşağa nə versən, uşağı ovutmaq olmur. O sənin hətta verdiyi də götürür, aparır, özü ilə bərabər yatır ondan. İndi də mənim ölüm yuxum gəlib. Məni heç nə ilə həyat daha özünə çəkə bilməyəcək. Bu hissəni axşam yazmışdım. Səhəri günü görkəmli sənətşünas Ziyadxan Əliyevi, bilirsiniz ki, xərçəng xəstəsi idi, ziyarət eləməyə getmişdim. Getdi Ziyadxan müəllimə baş çəkməyə, Ziyadxan müəllim bizlə söhbət elədi və birdən qəfil üzünü çevirdi divara, heç evdə qonaq yox imiş kimi, onu ziyarətə gəlmiş insan yox imiş kimi, birdən üzünü çevirdi divara, dedi ki, yatmaq istəyirəm. Və bir dəqiqə sonra da həqiqətən yatdı. Mən xatırladım ki, axşam mən o ölüm yuxusu gələndə Nizami insanı uşağa bənzədir ki, onu heç nə ilə ovutmaq olmur. Başa düşdüm ki, doğrudan da Ziyadxan müəllimdə də deyəsən ölüm yuxusu gəlib. Və mən bunu yazarkən heç düşünməzdim ki, bir gün sonra Nizaminin yazdığı o səhnə ilə mən həyatda tanış olacam. Və Nəcib Fazıl Qısakürəyin məşhur sözü var ki, ölmək gözəl şey, budur pərdə arxasında xəbər, ölüm gözəl olmasaydı, ölərdimi Peyğəmbər? Aqibətimiz xeyir olsun. Bir daha hamınıza təşəkkür edirəm. Minnətdarlığımızı bildiririk həmişə bizim tədbirlərimizi belə rövləklər dediklərinə görə. Çox sağ olun, var olun. Minnətdarım.